Rəqəmsal marketinqlə bağlı növbəti seminarımız olacaq. Bu seminarda rəqəmsal marketinqin AI inteqrasiyasından, güncəlləmələrindən sonra olan yenilikləri qısa bir dərs olaraq birlikdə paylaşacağıq. Çünki bu praktika əsasında olacaq. Praktika əsasında olacaqla yanaşı, bizim növbəti qrupumuzda iştirak edəcək tələbələrimiz və keçmiş tələbələrimiz bu seminarlarda ödənişsiz qatılma şansı əldə edəcəklər. AI inteqrasiyasından danışacağıq. Davamlı gedən reklamların niyə zəifləyir, səbəb nədir? Bunlardan danışacağıq. Praktika əsasında mən və sizlərlə sərbəst suallarınızı verəcəksiniz, birlikdə praktika eləyəcəyik. Niyə satış yoxdur, niyə reklamlarımız tutmur və yaxud da ki, davamlı gedən reklamlarda zəifləmə olursa, bunların səbəbi nədir? Birlikdə araşdıracağıq. Diqqətiniz üçün təşəkkür edirik. Rəqəmsal marketinqlə bağlı növbəti seminarımız olacaq. Bu seminarda rəqəmsal marketinqin AI inteqrasiyasından, güncəlləmələrindən sonra olan yenilikləri qısa bir dərs olaraq birlikdə paylaşacağıq. Çünki bu praktika əsasında olacaq. Praktika əsasında olacaqla yanaşı, bizim növbəti qrupumuzda iştirak edəcək tələbələrimiz və keçmiş tələbələrimiz bu seminarlarda ödənişsiz qatılma şansı əldə edəcəklər. AI inteqrasiyasından danışacağıq. Davamlı gedən reklamların niyə zəifləyir, səbəb nədir? Bunlardan danışacağıq. Praktika əsasında mən və sizlərlə sərbəst suallarınızı verəcəksiniz, birlikdə praktika eləyəcəyik.